Canı kim cananı üçün sevsə cananın sevər. Canı üçün kim ki cananın sevər, canın sevər. Burada Hər kəsin aləmdə miqdarıncadır təbində meyl. Mənlə bir cananımı xizrab heyvanın sevər. Başa dəm düşdükdə təqsir eyləməz, eylər mədəd. O səbəbdən müttəsil. Çeşmim cigər qanın sevər. O Füzulinin qəzəlidir. burada birində sevgidir. Yəni cananını sevir, həqiqətən saf sevgidir. Birində isə məntiq yanaşmasıdır. Bəli. Yəni özünü daha çox istəyir. Birində, yəni eşqdə qovuşub xoşbəxt ola bilmirlər. Bəli. Birində isə xoşbəxt olmadığı ilə qovuşur. Bəli, bəli. Bunun bir orta nüansı yoxdur. Orta nüans ondan ibarətdir ki, aşiq, məşuq klassik şeirin ana xəttini bunlar təşkil edir. Aşiq və məşuq. Müəyyənləşdirməsən, aşiq kimdir, məşuq kimdir? Bir oğlan və bir qızdır. Ya.